O da biz də dua eləyək, Rabbənə, ey mənim Allahım, la tuziq qulubana ba'də iz hədeytəna. Hidayət olandan sonra kafirin vasitəsilə heç kim İslam'a zərbə vura bilməz. Baxın, müşrikdir bir insan, kafirdirsə, onunla İslam'a heç nə eləyə bilməz. Çünki adamlar hamısı onu tanıyır ki, bu kafirdir, bu müşrikdir. İş hardan başlayır? Müsəlmanın əliyle. Bir, ailəyə zərbə vurmaq üçün, onun belə deyək, abrın aradan aparmaq üçün və ya ona bir təsir etmək üçün, onun bölgə ilə düşmənçilik etmək istədikdə, gedib qonşunun uşağı ilə işi olmur insanın. Gəlir ailənin içinə daxil olur, ailədə bir ya uşağı, ya qızı, ya gəlini, ya oğlu, ya xanımı bir yolla caydırır, ailə başçının üstünə qaldıraraq onun abrını aparır və ya o ailəni parçalamaya məhkum edir. Qonşunun uşağına hər nə eləsə də ona gec təsir edir və ya onun vasitəsilə onun abrısını apara bilmir. Bugün də cəmiyyətdə İslam'a zərbə vurmaq üçün, İslam'ı sirkələmək üçün, belə öz ibarət çalxalamaq üçün əlbəttə mümkün olan bir şeydir. Çünki Qur'an buyurur ki, İnnə nəhnu nəzzəlnəhu zikr və innə ləhu ləhafizun. Biz Qur'anı göndərmişik. Qur'an yəni bütövlükdə İslam'ı göndərmişik. Biz də onu qoruyacağıq. Və onun qorunulması üçün İmam Hüseyin kimi şəxslərin qanı axıdılıb o İslam'ın kökünədir, bünövrəsinə. Amma yenə də nə qədər səy eləsələr, insanları şübhəyə salsalar da, yenə də müsəlmanın vasitəsilə.